Adım Elxan Məmmədov, Azərbaycan sehirbazıyam. Yökə babasan sən? Mən sizə təklif edirəm ki, siz şirkətlərdən danışasınız da, o şirkətlər öz nümayəndələrini ora göndərsin. Bakı şəhərində hardasa bazalar qoyasınız, yoxsa hansısa restoranlara təklif edirsiniz bunu? Gəlin bu məsələni biz araşdıraq. Bir izahlı araşdırma var. Artıq orada biz... Üst tərəfdən var, amma biz tərəfdən yoxdur. Bu ideya qazandı meydanıdır. Burada gənclər öz biznes ideyalarına qarşılıqsız investisiya qazanmaq uğrunda gərgin mübarizə aparır. İnvestorları inandıra bilən gənc bu meydanı qalib kimi tərk edəcək. Fərqli sahələrdə biznesləri olan Sərdar bəy işinə ehtirasla yanaşan gənclərin axtarışındadır. Biznesin qurulması və idarə edilməsində səhvləri bağışlamayan Gülnarə xanım ən yüksək sədləri aşa biləcək gənclərin axtarışındadır. Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək verən Paşa Bankı Heydər Süleymanov təmsil edir. O, fəaliyyət göstərən biznesə inanır. Rəşad Qəmbərovun geniş biznes təcrübəsi müxtəlif bizneslərin qiymətləndirilməsinə zəmin yaradacaq. O, rasional baxışı ilə ən inadkar gəncin üzərində seçim edəcək. Salam, ideya qazandıda sizi xoş gördüm. Müasir dövrdə əksər insanlar şəxsi biznesini qurub özünə işləməyə çalışır, xüsusilə də gənc nəsil. Gənclərin startap ideyalarının, kreativ biznes layihələrinin gerçəkləşdirilməsinə kömək məqsədi ilə yayımlanan ideya qazandı, gənclərin özünə işləmək istiqamətində təşəbbüslərinin reallaşmasına hədəflənib. Bugünədək onlarla gəncin biznes ideyasının gerçəkləşməsinə dəstək vermiş proqramın bugünkü buraxılışının ilk qonağı artıq investorların hüzuruna çıxmağa hazırdır. Odur ki, nə onu, nə hörmətli investorlarımızı, nə də ki, dəyərli tamaşaçılar sizləri çox gözlətməyək. İlk proqramımıza başlayaq. Salam, mən Əyyub Hüseynzadə Biznes Talk layihəsini təqdim edirəm. Bizim layihə həyata keçirməyimiz üçün 6500 azyan tələb olunur. Biz 3 nəfərik. Digər komanda yoldaşlarım ölkə xaricində olduğu üçün bugün təqdimatı mən sizə edəcəm. Biznes Talk olaraq bizim məqsədimiz ekosistemin üzvlərini, yəni universitetləri, iş adamlarını, investorları, texnoparkları, inkubasiyaları, gənc təşəbbüskarları bir araya gətirərək, öz çatımız altında cəmləşdirərək bilgi və təcrübə alış-verişini təmin etməkdir. Biz Biznes Talk platformasını və saytını ona görə təsis etdikdir. 4 ehtiyacı görərəkdən təsis etdik. Birinci ehtiyac oldu ki, biz bundan öncəki təşkil etdiyimiz forumların birində 200-ə yaxın bilet satdıq. Və bu bilet satdığımız iştirakçılardan 60-70 nəfər insan iştirakçı bizdən soruşdu ki, biz bu daha öncəsində biz onlayn qeydiyyat edə bilərikmi, onlayn bilet ala bilərikmi? Sizlər bizim saytımıza daxil olaraqdan günün istənilən vaxtında, istənilən saatınıza öz tədbirinizi rahatlıqla bizim sayt üzərindən yerləşdirib, istər ödənişli olsun, istər ödənişsiz olsun, yerləşdirərək iştirakçılara, insanlara çata biləcəksiniz. Ödənişli biletlərdə biz şirkətlərdən aldığımız zaman dünya təcrübəsinə əsasən 2% onlardan komissiya alacaq. Hazırlıqlı təqdimat edən Əyyub, investorlara sayt vasitəsilə bilgi və təcrübə sataraq pul qazanmaq ideyasını təqdim etdi.
Amma bu biznesin mahiyyətini başa düşmək üçün mövzunu daha dərindən təhlil etmək lazımdır. İnvestorların sualı çox olacaq. Rəşad bəyin sual-cavabda birinci başlamaq istəyi artıq ənənə halını alır. Bu dəfə də birinci sual ondan gəlir. Deyək ki, seminar olsun. Treninqlərə tutaq. Bəli, bəli. Treninqə bilet. Siz bir də bilet, sizin saytınızda bilet alınacaq, düzdür? Yox, bu sadəcə bir hissəsidir. İkinci hissə. İkinci hissəsi ondan ibarət ki, bizim digər bir startup layihəmizdə biz kitab və jurnallar satırıq. İnsanların dünyada məşhur olan Harvard Business Review, Fortune, Forbes, Marketing Türkiyə, Mediakat kimi jurnallara böyük bir tələb olduğunu görürük və biz bunların bir qismini bazara gətirə bilirik belə desək və digər ehtiyacı qarşılamaq üçün biz bu jurnallardan bizim saytımızın ikinci hissəsi isə xəbər hissəsi olacaq. Bu xəbər hissəsində sadəcə startuplar, sahibkarlıq, biznes, texnologiya, mobil applikasiyalara bağlı spesifik xəbərlər gedəcək. Bu bir xəbərləri isə biz bu jurnallardan tərcümə edəcəyik. Var. Bəli, bəli. Mən sizə məsləhət görürəm. Sizə onlayn bilet satış lazım deyil. Sadəcə olaraq hansısa bir forumu və yaxud treningi keçirdən təşkilatın rekvizitlərini yerləşdirin orada. Bilet alan adam əgər kartla almayacaq, öz bank hesabından ora köçürsün. Burada nə sistem lazımdır, nə orada nəsə lazımdır. Siz pulunuzu reklamdan qazanın. Belə deyim, biz əslində qurmaq istədiyimiz sistem budur. Amerikada TechCrunch, Türkiyədə Webraze. Biz onun eynisini burada qurmaq istəyirik. Yəni biz həm öz tədbirlərimizi orqanizasiyasını eləyəcəyik, təşkilatçılığını eləyəcəyik, oradan pul qazanacaq. Və eyni zamanda deyəm ki, marketing forum keçirilir Azərbaycanda, amma siz ora hələ də kağız bilet alırsınız. Mən çox istəyirəm, bir dənə söz deyim. Məsələn, nəsə bir forum təşkil edirsiniz. Orada mən gəlmək istəyirəmsə, mən özüm şəxsən ödəməliyəm də, məsələn, 25. Mən sizə təklif edirəm ki, siz şirkətlərdən danışasınız da. O şirkətlər öz nümayəndələrini ora göndərsınlər və lazım olsalar məsələn sponsorluq eləsinlər. 5000 AZN saytın hazırlanması. Sadəcə yəni hazırlanması 5000. Evet, TV verilişlerin çekilmesi 600 manat. Yine standart aylık maaş 3 ay 600 manattan 3 kişinin maaşı. Siz indi qazanc əldə edirsiniz öz işinizdən. Biz qazanc əldə edirik, amma bizim 4 tədbirdən ümumi etdiyimiz qazanc 1800 manatdır. Əgər biz bunu gözləyəsi olsaq ki, bu saytı təkmilləşdirməyimiz bizim 3 il, 4 il zamanımız gedəcək. Amma bizim 4 dənə tədbirdən 1800 manat pul qazanırsınız. Yəni çox üzr istəyirəm. Nə qədər qazanırsınız da hər ay? 1800? Yox. yox, yəni 4 dənə tədbirə qazanın. 4 tədbiri belə desək, mən tələbə ekon eləmişəm, bu il məzun oldum belə desək. Onu 1 il müddətini eləmişik, 1 il müddətinə qazanc bu qədər olur. Çox azdır. Uğurarsınız yəni. Uğurlar. Saytı daha da təkmilləşdirməklə yanaşı televiziya reklamları, əmək haqqı və başqa bu səpkili xərclərin büdcəyə salınması yenə öz işini gördü. İnvestorlar maliyyə ayırdıqları ideya sahibinin də can yandırmasını gözləyirlər. Axı reklamı daha əlçatan vasitələrlə etmək, əmək haqqını xərc bəndi kimi göstərməyib, maliyyə dəstəyi müqabilində şəxsi biznesinə qol çırmayıb işləmək olar. Cəfərzadə xanım, 21 yaş, Happy Baku, user interface dizaynerəm. Friski layihəsinə qatılırıq. Hüseynova Aytən, 23 yaşım var. Bu IT sahəsində 4 ilə yaxın təcrübəm var. Business developeram Friski layihəmlə. Bizim ideyamızın əslində hal-hazırda Azərbaycanda yəni tətbiq olunmayan bir ideyadır və bu ideyada büdcəyə uyğun bir layihədir. Yəni onun üstünlüklərini də biz daha ətraflı olaraq çıxışımızda izah edəcəyik. Biz əminik ki, investorlar bizi dəstəkləyəcəklər. Ev heyvanı sahibləri üçün maraqlı bir ideya ilə gələn xanım və Aytənin təqdimatında oxşar səhv görmək istəməzdik. Çünki ideya doğrudan da diqqət çəkəndir. Hər vaxtınız xeyir, hörmətli investorlar. Mən Cəfərzadə xanım. Mən Hüseynova Aytən. Bugün sizə Friski layihəsi haqqında danışacağıq. Bilirsiniz ki, belə bir problem var. Hər gün onlarca heyvan evdən qaçır, yolda itir və ya onları uğurluyurlar sadəcə. Heyvansevənlər onları tapmaq üçün müxtəlif üsullardan istifadə edirlər, sosial şəbəkələrdə paylaşım edirlər, yolda elanlar asırlar. Yəni buna çoxlu səbir gedir, çoxlu zaman gedir. Biz sizə bu problemin həlli yolunu təqdim edirik. Friski nədir? Friski nəyə yarayır? Friski GPS üzərindən işləyən interaktiv bir boyunbağıdır. Göstərə bilərsiniz. Xeyr, hal-hazırda prototipimiz olmadığı üçün sizə sadəcə Bunu özünüz fikirləşmisiniz, yoxsa bu satışda var artıq? Azərbaycanda analogu yoxdur. Yox, Azərbaycanda ola bilər, amma Azərbaycanda çox şeyin analogu yoxdur.
Amma yəni ki, bu dünyada bu var, satıcı. Dünyada bəli var. Dünyada Çox var. bahadır və bunun aylıq xidməti də bahadır. Azərbaycanda hal-hazırda heç birindən istifadə olunmur. Orada nə xidməti var? 385 min. Necə? Bunu siz kendiniz mi istihsal edeceksiniz? Bəli. Friskinin üzərində xüsusi bir yer olacaq, hansı ki, mobil operator şirkətinin sim kartı, yəni ümumiyyətlə data xidməti göstərən bir qurğu olacaq. Ev heyvanının sahibləri isə məhsulun bir hissəsi olan mobil application, mobil tətbiq vasitəsilə öz heyvanlarının yerini müəyyən edəcəklər. Platforma iOS, Android və Windows Phone platformalarında olacaq. Əslində bunu Çində artıq hazır olan belə bir device-lar, qurğular var. Onu Çindən sifariş edərək burada tətbiq eləmək mümkündür. Oradan alıb xüsusi burada- olaraq dizayn olunmuş bir device olacaq. Yəni sadəcə olaraq tipik olaraq, yəni oradan alıb burada satmaq düşünmürük. Onu xüsusi olaraq bizim brendləşdirilmiş dizayna uyğun belə bir adını dəyişdirərsiniz. boyunbağlar. Adını dəyişdirir, dizayn fərqli olacaq. 385 min manat az məbləğ deyil. Xüsusilə nəzərə alsaq ki, söhbət artıq mövcud olan məhsula bəzi dəyişikliklər etməkdən gedir. Abunə haqqı nə qədər olacaq? Çox minimal, bir Çox AZM. minimal nə deməkdir? Bir AZM. Aylıq. Bəli. Bax, boyunbağın özü teslim neçə edəcəksiniz. satarsınız? 21 manata. Alış qiyməti təxminən mən bunu hesablamışam. Çindən 1000 ədəd sifariş eləyəndə hardasa 3-4 dollara gəlir çıxır. Bir dənəsi. Bir dənəsi gəlir çıxmır, yəni Var. alış qiymətidir. Gömrük xərcləri, onun çatdırılması, hamısını bir yerdə vergi falan, bundan alış qiyməti 10 manat 70 qəpiyə gəlib çıxır. O mu Bakıya? Bəli. İdeyanın mahiyyətini anlamağa çalışan investorlar GPS navigatorlarla təchiz olunmuş boyunbağının ideya sahiblərinə gətirəcəyi qazancı aydınlaşdırmağa çalışırlar. Çin'den alacaksınız. Hususi bir dizayn vereceksiniz ya da renk vereceksiniz. Neyse artık yani planladığınız bu. Buraya gelecek. Buradan bir operatörle anlaşacaksınız. Evet. Ve hem boyun bağını satacaksınız diyelim 21 yani artık neyse. Bir de aylık bir şey mi alacaksınız? O mobil application, O mobil sizle alakası operatörün yok. xərcidir. Siz o sadece bizim. boyun bağını satacaksınız sizde bitecek. Ondan bəli. sonra operatöre mi geçecek? Onun texniki dəstəyi də olacaq. Texniki dəstəyi də o ola bilər ki, hansısa bir problemlər yaşananda data Yəni siz communication. onu nəyə düzəltirsiniz? Sizdə elə servis var, avadanlığı var, yəni Bizim mütəxəssislər işçi var. Yəni bizim mütəxəssislərimiz var bu sahədə. iOS, Android web developerlərimiz var, hansının ki təcrübəsi ona çatır ki, texniki dəstək versinlər. Mən düzünəsəm öz tərəfimdən yəni dəstəkləmirəm bu produktu. Yəni bu belə biraz başa Yəni, düşülməzdir. Səbəbini bilmək olar. Səbəbi onun ki, real bir şeydir. Birincisi, bunu özüm də mən sifariş edə bilərəm, sözsüzdür. Burada əsas məqsədimiz ondan ibarətdir ki, hal-hazırda ümumiyyətlə dünyada olan GPS trackerlər çox bahalıdır. Yəni hardasa 50 dollardan 150 dollar, 150 dollara qədər çatır. Və bu olan GPS trackerlərdə Azərbaycanda yəni istifadə olunmur. Və ona görə də biz insanların, yəni Azərbaycandakı olan heyvan sahiblərinin büdcəsinə uyğun olaraq belə bir trackerləri hazırlamaq istəyirik ki, və biz inanırıq ki, buna ehtiyac duyulacaq və ehtiyac var. Yəni sorğularımıza əsasən də ehtiyac var. Planladığınız çok güzel bir şey tamam. Hem de insanların hassasiyeti olan bir konu. Yani hayvanları iyi de yani bunun ticari bölümü yani business bölümünde sizin bu aylık 15 kişi ne bileyim bunlarla beraber bunlar size yeterli olacak mı? Sizin bu servis ekibine yeterli olacak mı? Nəcib məqsədə xidmət edən bu ideyanın biznes yanaşması bəyənilmədi. Çünki investorların diqqətini çəkmək üçün xüsusi bir sehrə ehtiyac yoxdur. Maraqlı ideyanın biznes həlli tapılmalıdır. Tağıyev Pərvin, ticarətlə məşğulam. Sırf bu ideya, yəni məndə elə bil Instagramdakı şəkilləri terminal şəklində çap etməkdir. Və bu başqa ölkələrdə var, amma bizdə yəni o qədər də yəni yayılmayıb. Ona görə yəni bu ideyamdır. İstəyirəm ki, bunu gerçəkləşdirək. İş görmək və qarşılığında pul qazanmaq istəyən üçün istənilən biznes sahəsi üzrə saysız, hesabsız həyata keçirilməyən yeni ideyalar var. IT texnologiyalarının inkişafı ilə əlaqədar virtual aləmlə bağlı ideyalar da bu siyahıya əlavə oluna bilər. Yeni ideya ilə ideya qazandıya qatılan növbəti iştirakçımızı tanıyaq.
Salam hörmətli investorlar. Tağıyev Pərvin. Layihəm ondan ibarətdir ki, Instagramdakı şəkillərinizi terminal aparat şəklində oradan çap edib çıxartmaqdır. Bu demək olar ki, başqa ölkələrdə çox yayılmış bir şeydir, amma Azərbaycanda demək olar ki, yox dərəcəsindədir. Məqsədimiz odur ki, yəni bunu şəhərin mərkəzlərində, biznes yerlərində quraşdırmaq və orada cavanların və insanların iştirakını təqdim eləməkdir. İnvestisiya məbləği? 10-15 min arası. Yəni o baxır. Çapın məqsədi nədir? Yaxşı. Necə? Məqsədi. Çapın məqsədi nədir? Heç nə. Yəni niyə çap eləyim ki onu mən? O yəni Instagramdakı şəkilləri Bildim, yəni məqsəd nədir? Saxlayıram da telefonda və ya kompüterdə. Ya da ben onu çap eləyə bilmirəm mən. Yox, çıxarda bilərsən istədiyiniz şəkilləri, yəni Instagram vasitəsilə. Mən istəmirəm ki, məsələn, mən burada oturanda kimsə istəyir ki, şəkillər çap olunsun. Mənim heç Instagramım yoxdur. Özüm eləyə bilərəm də ki, printerdən vururam çıxır. Bildim. Yəni bu bilirsiniz necə, başqa ölkələrdə çox bəyənilmiş, çox yaxşı qəbul olunan bir şeydir. O qabaq idi, şəkil çap edib saxlayırdın evdə. İndi hamı kompüterdə, telefonda, fotostudiyada eləyir. flash kartda, yəni indi ona bilirsiniz nəyə görə bu xarici ölkədə çox yaxşı qəbul olunan bir şeydir. Başa Ona düşdüm, görə yəni bizdə qəbul olunmur. Zaten insanların şekil çekme aletleri var. Full atıyorsun, çekiliyorsun. Bu zaten Bakü'de de var aynısı. Ama dediği gibi yani bu şekili saklayan insanlar şeyi kalmadı. Şekil olarak saklamasını ve bunu ben çapalayebilirim zaten. Yani çok da benim yani gidip o merkezde onu bulmama gerek yok. Yani bunu her yerde çapalayebilirim zaten. Yox, aydındır. Yəni bunu bulmağa görə yox, sadəcə yəni o göz qabağında olur. Yəni istənilən adamlar müraciət edir, orada çıxarda bilər. Yani çok insanlar buna şey yapmayacağı için çok meraksız geliyor benim açımdan. Çox sağ ol. Ben de uğrarım. Çox sağ ol. Bazar araşdırması aparmayan, insanların belə bir xidmət üçün pul xərcləyib xərcləməyəcəklərini öyrənməyən iştirakçı, investorların sağlam arqumentinə qarşı heç nə deyə bilmədən ideya qazandığını tərk etdi. Adım Elxan Məmmədov, Azərbaycan sehirbazıyam. Yox baba, sən. Bir manata insan evindeki kitabı sizin ofisinize getirmek zorunda. Bakı şəhərində hardasa bazalar qoyasınız, yoxsa hansısa restoranlara təklif edirsiniz bunu? Gəlin bu məsələni biz araşdıraq. Bir izahlı araşdırma var. Artıq orada biz tərəfdən var, amma biz tərəfdən yoxdur. Elxan Məmmədov, mən Azərbaycan Dövlət Neft Akademiyasının biznes fakültəsini bitirmişəm. Fəaliyyətim biraz fərqlidir. Azərbaycan sehirbazıyam. Həmişə ümid eləmişəm ki, bir şey bacararam, sonra bacarmışam. İndi ixtisasım bu olduğu üçün çox inanıram. Ümid eləyirəm ki, investorlarımızın baxış bucaqlarını təsəvvür eləyə bilmişəm və o tərəflərdən də nəsə birləşdirə bilmişəm və uğurlu olacağına inanıram. Adım Elxan Məmmədov, Kitabla Qazan layihəsi ilə gəlmişəm. Özüm haqqında qısa deyim, Azərbaycan sehirbazıyam. İxtisasım biznesdir, bizneslə məşğulam və ümid eləyirəm ki, bəyənərsiniz. İcazənizlə sizlərə müəyyən materialları vermək istəyirəm. Azərbaycan sehirbazısan dedi. Bəli. Yox baba, sən. Layihəmizin adı Kitabla Qazandır. Demək, layihənin məqsədi əhalidə olan, hər birimizin evimizdə, hətta sizin də evlərinizdə ola bilər, kitabların yenidən dövrəyə buraxılmasıdır. Bu kitabların yenidən dövrəyə buraxılması ilə həmin insanların gəlir əldə etməyini sağlamaq istəyirik. Həmçinin insanların daha ucuz qiymətə kitablar oxumağına nail olmaq istəyirik. Sosial ekoloji faydalar haqqında deyəsi olsaq, layihə kitab almağa imkanı olmayan insanları nəzərə alır. 1 manata istənilən kitabı oxuya biləcək hər kəs. Həmçinin 1 ton kitab üçün 17 ağacın kəsilməyi lazımdır. Amma əgər bir insan kitab alıb, evində onu yatızdırmasa, o yenidən dövrəyə buraxılsa, hər hansı bir insan həmin kitabı bir daha oxuya bilsə və yenidən bir kitab oxumaq üçün 15-30 manat pul yox, yalnız biraz yeni ödəsə,
Bu o demək ki, kitab yenidən dövrəyə girir və yeni bir kitab alınmır. Bunun ofisi mi olacaq? Bu internet şəkildə mi olacaq? Bir sayt olacaq. Bu saytda insanlar girəcək, heç bir kitab mənə gətirib verməyəcəklər. Girəcək, öz kitabxanasını yaradacaq. Təbii ki, sayt məlumat verəcək ki, nə qədər ətraflı məlumat versəz, o qədər qabağa çıxacaq sizin kitabxananız. Kitablarını yerləşdirdi, başqa bir insan, 1 manata kitab oxumaq istəyən insan girir sayta, daxil olur, əsas səhifədə kitabları görür. Sifariş ver düyməsini basır, yəni heç bir kitab məndə deyil. Həmin insana məlumat gedir, sizin kitabınız sifariş verilib. Həmin kitab bizim ofisimizdə, indi yaş həddi qoymuşuq, müəyyən yaşdan yuxarı kuryer xidməti pulsuz olacaq. Kuryer gedib o kitabı alacaq, gətirəcək bizə və bir gün müddətində digər adama məlumat göndəriləcək. Digər adam kitabı əldə edəcək. Sizin qazancınız? Bizim qazancımız, keçək qazanca hər kitabın 50 qəpiyi həmin kitab sahibinə satacaq. Öz kitablarını kitabxanada yerləşdirən insana. Digər hissəsi isə bu kitabxanaya, kitabla qazan layihəsinə qalacaq. Benim kitabım var. Buyurun. Sizin saytınıza girdim. Buyurun. Kitabı seçtim. Aha. O kitabı ben almam için siz kurye gönder alacaksınız. Kitabı neçeye alıyorum ben? Biraz yen. Bir aydan kitap aldım. Aha. Tamam. Bura kadar normal. 7 gün müddətində oxuyursunuz. Evet. Və kitabxanaya geri qaytarırsınız. Peki bir ay ərzində oxumaq istəyirəm. Bir ay ərzində oxumaq üçün əgər kitabın qiyməti 15-30 manatdırsa, siz 4 manat verəcəksiniz. Bir aylıq ödəniş ödəyib oxuya bilərsiniz. O kuryer onu oradan alacak. Getirecek sizin ofisinize. Oradan sonra bana mı getirecek? Kuryer xidməti 40-50 yaşdan yuxarı iştirakçılar üçün olacaq. Normalda sizin kitab sifariş verildi. Sizdə səhərdən axşama kimi bir gün vaxt verilir. Kitabı gün ərzində bizim şəhərdəki ofisimizə və ya xüsusi nöqtələrə çatdırırsınız. Yəni bir dənə ofis bizə bəs eləyir. Özünü Azərbaycan sehirbazı adlandıran Elxan, ideyanın biznes nöqteyi nəzərindən cəlbedici olduğunu investorlara çatdırmaqla yanaşı, elektron kitabxanaçılıqla necə rəqabət aparacağını da bildirməlidir. Elektron kitab almaq olmaz internetdən rahat. Dövlət İstatistika Komitəsinin rəsmi saytından məlumat aldım ki, 36 milyon il ərzində 36 milyon kitab oxunur. Dostlarımızdan da belə bir sorğular keçirəndə bizə məlum olur ki, bir çoxlarımız, mənim özüm də, bədii kitab oxuyarkən kitab romantikası deyə bir şey var. İstəyərik ki, onu vərəqliyə oxuyaq, gözümüz ağrımasın. Daha çox hətta kağızın rənginə qədər fikir veririk ki, işığı uçsun, gözümüzü ağrıtmasın. Ben şeyi merak ediyorum. Ya bu son yani nokta yok. Kazanç burada olma şansı yok. Bir manata insan evindeki kitabı sizin ofisinize getirmek zorunda. Yani bir manat 5 manat kazanmasın. yol pulu verəcək. Yani o kuryer hadi yaşlar için diyor. Nasıl pula çalışacaq o Yani kuryer? bu bence mantıklı değil. Yo, onun 50 qəpiyi ona çatır, 50 Kısa qəpiyi də olarak sizə. desem, Ben 60 yaşındayım, 50 yaşındayım. Kuryer gönderiyorum. Nasıl bundan kazanacaksınız ki? O 50 qəpi 100 qazancdan belə necə? deyim, kuryer yəni bir motor tutsaq əgər, yəni onu o formada O nəzərə xərcdə almışıq. Motorun Aylık ne iş kadar xərci ödeyeceksin o verir. motora? O motorun xərcləri olacaq 150 manat. 150 manata sen bir ayda bir şey mi tutacaksın? Adam mı Yox, tutacaksın? yox, motorun xərcləri olacaq. 200 manat aylıq ödəyəcəyik. Yani sen o zaman 200 kitap satması lazım ki sadece En sen az. o 200 yok. yok 400 50 400, gepik kaldığı 50. için 400 şey Satması yox, oxunması. okunması yani satman para şeyi ticaret Günə olarak. 30 Ve kitap şey bir de yani 50 gepiye göre insan yasamalda kalıyorsa sizin yanınıza gelip kitabı getirmek gerekiyor. Önünü görmediğim için ben kendi tarafımdan yok diyorum arkadaşlarım Maraqlı da. ideyadır, amma biznes tərəflərini görmədim mən. Aydın. Sağ olun. Uğurlar. Sağ ol. Uğurlar. Adım Quseba Teymurdur, 23 yaşım var. İdeyam Free Wi-Fi adlanır. Məqsədi isə Bakı şəhərində pulsuz Wi-Fi şəbəkəsini yaratmaqdır. Ağır missiya deyil, niyə görə? Çünki mən ümumiyyətlə layihələri, startap tipli layihələri 2012-ci ildən reallaşıram və uğurlu 3 dənə layihəm var. Yarım saat bundan əvvəl Yozun proqramından qayıtmışam. Artıq orada da həmin layihə ilə 600 manat pul qazandım və o çeklə bura gəlmişəm. Böyük bir çekdir, onu göstərəcəm. Çox baxmışam. O məqsədlə ki, bütün layihələrə baxım, onların səhvini öyrənim və həmin səhvləri burada buraxmır. Salam hörmətli investorlar. Adım Teymur. Layihəm Free Wi-Fi və o layihəni sizə bugün təqdim etmək istəyərdim. Layihənin məqsədi yeni rəqəmsal reklam kanalı yaradaraq media agentlik kimi fəaliyyət göstərməkdir.
Layihənin əsas iki mərhələsi var. Birinci, Wi-Fi şəbəkəni yaratmaqdır. İkincisi isə reklam verən şirkətləri o şəbəkəyə cəlb etməkdir. Layihənin innovativliyi ondan ibarətdir ki, yəni bu reklam kanalı məhz pulsuz Wi-Fi şəbəkə üzərində qurulacaq. Həm innovativdir, həm də ki, dünyada təzə-təzə başlayır. Demək olar ki, bir il yoxdur ki, bu dünyada təcrübə olur və Azərbaycanda hələ ki, bu şirkət yoxdur. Qısaca desək, bir neçə sadə addım atmaqla bu layihəni reallaşdırmaq olar. Yəni, dediyim kimi, proqram və aparat təminatından istifadə edərək o şəbəkəni yaratmaq, ondan sonra ora müştəri axımı cəlb etmək və axırda həmin şəbəkəyə reklam verən şirkətləri cəlb etməkdir. Layihə indiyə kimi 700 manat şəxsi və 550 manat Yozun şirkətindən investisiya alıb. Layihə dekabr ayından başlayıb və bu son bir neçə ay ərzində biz prototipi hazırlayıb, prototip artıq sınama mərhələsindədir və 4 həftə maksimuma hazır olacaq. Prototip hazır olandan sonra artıq satışları başlaya bilərik. Texniki baxımından bu cür proqram təminatı 5 ildir ki, mövcuddur dünyada. Bəzi yerlərdə, xüsusilə otellərdə və istirahət mərkəzlərdə bu proqram təminatından istifadə olunur, bu cür deyək. Amma onların məqsədi başqadır və proqram təminatı tam başqadır. O proqram təminatı, yəni bu pullu giriş deyilir, yəni sən pul verirsən, yəni kredit kartı ilə və yaxud nəğd və Wi-Fi-dan istifadə edirsiniz. Burada isə tamamilə başqa konsepsiya, bazara giriş və ümumiyyətlə biznes ideya kimi tamamilə başqadır. Teymur, siz bunu harda fikirləşirsiniz eləmək? Bakı şəhərində hardasa bazalar qoyarsınız, yoxsa hansısa restoranlara təklif edirsiniz bunu? O məsələ mənə qaranlıqdır. Onu demək istəyirəm ki, 3 dənə yolu var. Çox sayda ucuz modemləri alıb və orada sonunda siz xəritəni görə bilərsiniz, əhatə xəritəsi. Onları hər yerdə quraşdırılıb bir böyük Wi-Fi şəbəkəsini yaratmaqdır. Bu bir məsələdir. O, həmin Wi-Fi şəbəkəsini fərq eləmir hara qoyulur. Yəni, şəxsi evlərdə qoyula bilər, ofislərdə qoyula bilər, fərq eləmir. Siz hansısa provider işlədəsiniz, düzdür? Yoxsa özünüz provider olmaqsınız? Bəli, provider işlədərik. Çünki internet biz providerdən alarıq. Bütün providerlərlə işləyə bilərik. Hətta layihə başlayandan sonra providerlə hətta eksklüziv müqavilə də bağlamaq olar və o providerlər bəzi şirkətlərlə artıq eksklüziv işləyirlər. Bu insanların çox keçid olan yerindən. Burada yüklənmə məsələsinə necə həll eləyəsiniz yüklənmə məsələsini? Mən dediyim kimi 6 ay artıq bu layihə üzərində işləyirik və əsasən bu iki şeylə həll olunur. Proqram təminatı və aparat təminatı. Proqram təminatı bizdə var və orada vurğuladım bir neçədən beynəlxalq şirkət var, onlarla danışmışıq. Proqram təminatı 100 min, 200 min nəfər eyni zaman qoşulduğu zamanda işləyə bilər. Heç bir problemi yoxdur. O ki, qaldı aparat təminatına, o dediyimiz routerdir. Routerdən asılıdır. Yenə də deyirəm, bazara giriş strategiyası, əgər sən çoxlu sayda ucuz routerdən alırsansa, onlar da dözə bilər. Və yaxud, əgər bazara giriş strategiyasını başqa cür seçirsən, məsəl üçün bir dənə böyük, bahalı, amma dözümlü router bir dənə qoyursan onu, məsəl üçün mola, harada ki 30-40 min keçid gündəlik var. Yəni, bu bazarı strategiya, amma routerlar dözür. Texniki məsələlərin müzakirəsi bitdikdən sonra sıra maliyyə məsələlərinə çatdı. İnvestorları əsas maraqlandıran layihəyə ayrılacaq maliyyə vəsaiti müqabilində gəlir əldə olunma imkanları və gəlirin həcmidir. Layihəyə nə qədər pul lazımdır? Layihəyə 5850 manat lazımdır. Tələb olunan məbləğ. Nəyə lazımdır? Orada ətraflı büdcə var. Əsasən lisenziyanı almaq üçün. Çünki proqram təminatının həm lisenziyası var, həm də ki aylıq abunə. Aylıq abunə orada... Lisenziyanı kim verir? Lisenziyanı kim verir? Müəllifi, proqram təminatının müəllifi lisenziya verir. Həm də ki aparat təminatı, yəni o routerları almaq üçün. Restoranlar, məsələn, kafelər, otellərdir. Onlarla danışıqlar aparmısınız bu var? Bəli. Mən işlədiyim şirkətdə, bizə belə deyək də, 3000 tərəfdaşımız var və onlarla ilkin danışıqlar aparılıb və onlar razılığını bildiriblər. Ondan əlavə qeyd etdiyim kimi, məhz restoran bizə lazım deyil. Restoranın üstündə olan adi şəxsi evi biz gəlib deyə bilərik ki, biz sizə pulsuz router və aylıq
internet haqqını ödəyirik deyənə xahiş edirik bizim routerumuz sizdə olsun. Və bir binada məsəl üçün 1-2 dənə router qoymaqla orada 200-300 metr arası, yəni radius daxilində biz artıq əhatə dairəsini edə bilərik. Gəlin bu məsələni biz araşdıraq. Bir izahlı araşdırma var. Artıq orada biz tərəfdən var, amma biz tərəfdən yoxdur. Orada mənbə göstərilib. Yəni ki, biz o rəqəmləri özümüzdən yox, hansısa mənbədən, əgər biz aparat təminatından deyiriksə, TP-Link, D-Link, Zixel və s. şirkətlərə rəsmi olaraq müraciət elədik və onlar bizə rəqəmlər göndərdilər ki, orada loqosu olan şirkətlər nə demək? Bu nədir? Yəni mən qeyd etdiyim kimi, bugün səhər məni çağırıblar çəkilişə və orada 550 manat qrant qazandım. Yəni bu həmin çekdir, oradan gətirmişəm bura, çünki oradan birbaşa bura gəlmişəm. Sübut kimi və yəni göstərmək ki, orada bu məbləğ artıq var və o məbləğ necə əldə eləmişik? Yozung şirkəti bizim layihəmizi Facebook səhifəsində yerləşdirilib və öz istifadəçilərə deyib ki, əgər o layihəni bəyənirsinizsə və ondan istifadə etmək istəyirsinizsə, share eləyin. Nə qədər çox share eləyirsinizsə, layihə o qədər də çox pul qazanar. Və bir neçə gün ərzində 551 share olunub deyə, yəni bu layihə bu qədər pul qazanıb. Araşdırmaq lazımdır. Buna baxmaq lazımdır. Gəlin biz buna bir də qaydarıq, nə dedilər, səhnə arxası deyək də. Bizim işçilər o araşdırsınlar, baxaq, başa düşər proyekti, sonra yenidən qaydaq məsələn. Siz istədiyiniz layihədə, siz istədiyiniz pul maliyyədə bu layihə dəyərləndirmək olmaz. Yəni bu layihəni həyata keçirmək olmaz. Nəyə görə? Çünki siz onu bir yerdə eləyə bilərsiniz. Bir dənə mol deyək ki, ya hansısa bir parkın içində, ya hansısa bir oteldə o keçid üçün normal modemləri yerləşir. Bu məbləğ azdır. Yox, bu məbləğ az deyil deyə niyə görə? Mən sizə başa salım. Çünki bir modem şəbəkə olmasa, düzdür, 10 cəmi, yəni eyni zamanda qoşulmanı dözə bilər. Amma biz şəbəkədən deyirik. Şəbəkə, yəni cloud əsasında proqram, orada ancaq aparat təminatı deyil, orada proqram təminatı da var. Yəni şəbəkə özü fikirləşir ki, neçə dənə insan axımı var, ümumiyyətlə nə qədər və hansı modemə, hansı insanı yönləndirək ki, insan həm keyfiyyətli, həm də ki, sürətli internet əldə edə bilsin. Bir yerdə, bir ərazidə bir router var. Sonra burada. Bəli. Burada bir dənə router var. 10 nəfərlikdir, düzdür? 15 nəfər olanda nə edəcək bu aparat? Əgər burada keçid çoxdursa, insan axımı çoxdursa, 10 nəfərlik yox, 20, 30, 100, 150, hətta 1500 nəfərə kimi routerlər dözür. Dözür? Bəli. Neçə dənə router dözəcək? Orada xəritədə göstərilib ki, əgər biz 28 may, Sahil, Nizami və Baksovet dairəsi eləmək istəyir, 365 dənə router lazımdır. 365 dənə router? Ona icazə olmalıdır, siz onu danışmışsınız. Onu danışmışıq, orada yəni izahatda var hüquq tərəfləri. Hüquq tərəfləri heç bir lisenziya əldə eləmək lazım deyil. Niyə görə? Çünki o routerları biz çöldə yerləşdirsək, onda bizə lisenziya lazımdır, çöl routeri. Amma o routeri şəxsi evində, şəxsi ofisdə, şəxsi restoranda yerləşdirəndə ancaq o yerin sahibi bizə hə deməlidir. Biz onu yoxladıq, mənbələr də var, ego.az, e-taxis, yəni vergi tərəfini yoxladıq. Sonra sağlamlıq orada yəni komissiyası var, ondan yoxladıq. Siz reklam ki yerləşdirəcəklər, məsələn, o reklama kim nəzarət edəcək? Məsələn, hansı reklam uyğundurmu, bəlkə bunu reklama çıxarmaq olarmı? Onu bəlkə kimsə silah reklamı edir, o halda nə? Onu biz araşdırdıq. Bizdə rəqib olan 3 dənə şirkətdir. İstəsəz adını çəkim, istəməsəz orada yazılıb, hansı ki media agentlikdir və saytlarda reklam edir. Bizdə eyni şeydir. Eyni prinsiplə biz işləyirik. Və biz bilirik ki, onlarda nə lisenziya var, nə bir şey. Düzdür ki, onlar da özləri öz tərəfindən baxırlar, hansı reklamı yerləşdirmək olar, hansı yox. Onların məsuliyyətidir. Biz də rəsmi işləyəndə bizim məsuliyyətimiz olacaq ki, biz baxaq hansı reklamı olar, hansı olmaz. Amma bizdə biznes modeli eyni olduğu zamanı biz bilirik ki, onlar işləyirlərsə və onlar necə işləyirlərsə, biz də həmin işi qura bilərik. Siz araşdırdınız da, biz yoxlaya bilərsiniz. Ona gedirəm, yoxlayaq, qaydaq o məsələ. Bugün də ideya qazandı. Müxtəlif sahələri əhatə edən biznes ideyalarla tamaşaçı qarşısına çıxdım. İdeya qazandı marafonunun bir parçası olmaq istəyirsinizsə, saytımızdan qeydiyyatdan keçin. İdeya qazandı da sizi nə gözləyir? Mağazan az layihəsi, tələb olunan məbləğ 40 min manat. Hansı müddət işlədikdən sonra əsas paneli 1000 manata satmaq istəyirsiniz?
İnvestisiyanı almasanız siz bu layihəyə başlayacaqsınız yoxsa yox? Dəymir bunu bu əziyyətdə də. Yəni Facebookda başqa grup bir şey. yaratmaq eyni şeydir. Yox, Kim reklam verecek ve gani eğleyecek mi? İnvestisiya yatırmaqdan imtina edin.